Gel bugün en büyük korkumuzun, o sirli kapının, ölümün önünde dayanaq. Ama korkma, çünkü elm bize deyir ki, o an hiç de sandığımız kimi qaranlıq, soyuq ve qəfil bir sönmə deyil. Əslində beynimiz bize hayatımızın en möhtəşəm finalını, kainatın belki de en büyük vizual şovsunu hazırlayır. Təsəvvür et, bedenin yorulur, ürək yavaş-yavaş mən dincəlməliyəm deyir ve dayanır. Qan akışı kesilir, oksigen azalır. Amma maraqlı olan burasıdır ki, beyin əsl qəhrəman kimi öz postunu tərk etmir. Ürək dayandırdan sonra beynimizdə təxminən 7-dən 10 dəqiqəlikə qədər olan inanılmaz bir elektrik aktivliyi başlayır. 2022-ci ildə elm adamları təsadüfən bir xəstənin ölüm anında beyin dalğalarını qeydə aldılar və gördükləri şey qarşısında donub qaldılar. Beynimiz o an gamma dalğalar yaymağa başlayır. Bu dalğalar nədir bilirsən? Biz en yüksek konsentrasiyada olanda, derinden bir şeyi hatırlayanda veya meditasiya edende yaranan dalgalardı. Yani beyin sönmür, əksine en yüksek gücüyle parlayır. Sanki bir kitapxanaçı kitapxana bağlanmazdan əvvəl bütün işıqları yandırır ve en değerli kitapları masanın üzerine koyur. Bəs o bir neçə dəqiqəyə sığan o həyat filmi necə mümkün olur? Beynimizdeki hipokampus, yani bizim yaddaş merkezimiz, son bir defa bütün arşivin kapılarını taybatay açır. Ama bu dağınıq arşiv değil. Beynin neyrokimyevi laboratoriyası işe düşür ve inanılmaz miqdarda endorfin ve DMT, başka sözle ruh molekulu ifraz edir. DMT elə bir maddədir ki, o zamanı ve mekanı bükür. Yani həmin bir neçə dəqiqə sənə bir əsir kimi gələ bilər. Sen ananın sığalını, uşaqlıqdakı o qayğısız yay günlərini, ilk sevginin titremesini sadece hatırlamırsan, sen onları yeniden yaşayırsan. Beynin sənə deyir ki, bax bu yolu boşuna gəlmədin. Hər saniyesi, hər ağrısı ve hər gülüşüyle sen bir dastansan. Bəs sonra, bax burada kvant nəzəriyyəsi dövrəyə girir. Dr. Stuart Hameroff ve fizik Rosser Penrose'un Orch-Ord nəzəriyyəsinə göre bizim şuurumuz beynimizdeki hüceyrelerin içindeki mikrotubullar dediğimiz küçük strukturlarda kvant seviyesinde saklanılır. Ölüm anında bu strukturlar dağılır ama şuur, yani o kvant məlumatı yok olmur. O kainatın ümumi kvant sahəsinə, o sonsuz enerji dənizinə yayılır. Bu o deməkdir ki, sen beden adlı bu dar qəfəsdən çıxıb ulduzların arasına, gəldiyin o büyük enerjiye qaydırsan. Biz ulduz tozuyuq ve ulduzlar sönəndə yok olmurlar. Sadece formasını değişip kainatın başka bir küncündə yeni bir ışıq üçün toxum olurlar. Ölüm belki de bir son değil, sadece şuurumuzun formata salınması ve daha geniş bir reallığa oyanmasıdır. İndi bir düşün, eğer beynin sənə o son filmi gösterəcəksə, bugün o filmə hansı yeni kadrlara əlavə etmək istərdin? Kimin əlini bərk sıxmaq, kimə bağışla demək, kimi səmimiyyətlə qucaqlamaq üçün hələ vaxtın var? Çünkü o final anında yanında nə pulun olacaq, nə də titulun. Sadece topladığın o səmimi anlar səninlə olacaq. Həyatın dadını çıxar. Çünkü sen kainatın özünü dərk etmək üçün yaratdığı en güzel simfoniyasan. Ve unutma, en qaranlıq gecenin sonu belə möhtəşəm bir şəfəqlə bitir.